Bismillah və salatu və salamu alə Rasulillah. Əmə bə'd. Ramazan artıq başlamağa bir neçə gün qalıb və bilirsiniz ki, insan təmizlənmək üçün tövbə etməlidir. Tövbə də təkcə dillə deməklə olmur. Tövbə də odur ki, gərək o günahı tərk eləyəsən və onun etdiyinə görə peşman olmalısan və bir daha onu etməməlisən. Və Ramazan qabağı da fürsətdir, tövbə eləyirsən və o tövbəni saxlayırsan və Ramazanda da çalışırsan ki, yaxşı əməllər görəsən. قال شيخ ابن باز رحمه الله تعالى: العناية بالتوبة قبل دخول هذا الشهر الكريم حتى يدخل عليك وأنت في سلامة من ذنوبك قد محاها الله عنك بالتوبة ثم العزم الصادق أن تستقيم في رمضان. İbn Baz rahmetullah aleyhi buyurur ki, Ramazan ayı girməmişdən qabaq, çalış ki, tövbə eləyəsən. Tövbənin də şərtləri nə oldu ki, dedik, günahı həmən tərk etmək, bir daha ona qayıtmamaq və bir də həmişə peşman olmaq və ixlaslı olmaq və s. tövbənin qəbul olunan vaxtları olmalıdır. Amma əsas bu üç şərtdir ki, bunları mütləq eləməlisən tövbə eləyəndən sonra. Ramazan ayı girməmişdən qabaq tövbə eləyirsən, belə deyək də, təmizlənirsən, rahatlanırsan, hazırlaşırsan və sonra bu ay girəndə artıq sən günahlardan təmizlənmiş olursan. Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, əgər bir qul tövbə eləyərsə, xalisən Allah üçün tövbə eləyərsə, tərk eləyərsə günahları, elə bil ki, onun günahı yoxdur. Və sən də Ramazandan qabaq çalış ki, tövbə eləyəsən, təmizlənəsən. Ki, Ramazanda, savab aydır, çoxlu. Və sən də rahat olsun sərci. Və həmin o tövbədən sonra sən də əməllərin düzəlsin. Və daha, elə bil ki, sən özünü təmizləyib, artıq təmizlə çıxarmış olursan. Əməllər də eləyirsən, oruç tutursan, tövbə eləmirsən, təmizləmirsən. Elə bir dərəcəyə qalxırsan ki, yavaş-yavaş artıq sən bir daha günahlar eləmirsən. Çalışırsan, həmişə qoruyub saxlayasan ki, tövbə eləmirsən və Ramazanda çalışmısan ibadətləri ki, sən onları bir də tezdən günah eləyib və başqa işlərlə zaya çıxarmayasan, pısa çıxarmayasan. Və ona görə də Ramazanda da çalışmaq lazımdır ki, həm də Ramazanda kömək olur. Allah Subhanahu taala şeytanı bağlayır, zəncirləyir, cənnətin qapısını açır, qapılarını açır və sənin üçün məsələn oruç tutursan, nəfsini saxlaya bilirsən, tərbiyələndirirsən də, həm günahdan tövbə eləyirsən və həm də bu əməllərlə özünü təmizlə çıxardırsan. Ona görə də Ramazan artıq yaxınlaşıb, tövbə eləyək, tövbə qapıları nə qədər ki açıqdır və yaxud qeyd etdik ki, tövbə həm də o üç şərtdən başqa biri də nədir? Tövbə olunan vaxt olmalıdır. İnsan tövbəsi hər vaxt qəbul olunmur. Bir ölüm yatağında olanda artıq xırıldayan vaxt, ruhu bədəndən çıxan vaxt tövbəsi qəbul olunur. Bir də ki, günəş batdığı yerdən çıxanda, qiyamət gününə az qalmır və artıq insan başa düşür tövbə eləyir və tövbəsi qəbul olunur. Və bunları etməyə lazımdır, həm də Allah üçün olmalıdır, ixlasla olmalıdır. Allah Teala bizim bilə-bilə etdiyimiz, bilməyib etdiyimiz günahlarımızı bağışlasın. Allah bizə xeyir qapıları açsın. Allah Teala bizi səhv-salamat Ramazan ayına çatdırsın və oruclarımızı tutmaqda bizə yardımcı olsun. Və Allah Teala əskərlərimizi qorusun, hərbiçilərimizi qorusun. Allah Teala ölkəmizin əmin-amanlığını qoruyanları qorusun. Allah ölkə başçımızı qorusun. Allah bütün müsəlmanlara kömək olsun. Subhanəkallahumma və bihamdik. Nəşhədən la ilahə illə əntə nəstəğfiruka və nətubu ileyk.